Hüseynin nökərindən hacət istəyək, Allahdan istəsin hacətlərimizi. Ona deyirlər nafizəl bəsirə. O iti bəsirət sahibidir, o əbdüs salihdir, Allahın salih bəndəsidir. O dünyaya gələndə Həzrət Əli qaça-qaça gəldi evə məsciddən. 2 dəfə qaça-qaça gəlib, bir Fatimənin şəhadət xəbərini eşiləndə, Həzrət Zəhranın şəhadət xəbərini eşiləndə Əli qaça-qaça gəldi, neçə dəfə əbası ayağına ilişdi, yıxıldı. Əlini təsəvvür edir, o əzəmətdə. Bir də oğlu dünyaya gəlib, qaça-qaça gəldi, aldı qucağına, başladı qolundan öpüb ağlamağa. Xanım Ümmülbənin baxır, deyir, olmaya mənim balamın eybi var. Dedi, yox, bu qollar Hüseyin yolunda kəsilər, onları öpüb ağlayıram. Bir arif adamla bir yerdə yaşasaz, görərsiniz ki, necə mehribandır və çox sevərsiniz onu. Əbəlfəzlə bir yerdə yaşayan Hüseynin balaları ona çox bağlanmışdılar, çox sevirdilər. Bu sevgi öldürürdü Həzrət Əbəlfəzi. Deyirdi, ilahi, mən uşaqlarla necə sağollaşacam? Vida anı ağır olur axı. Hamı sağollaşıb getdi bütün şəhidlər. Əbəlfəz deyirdi ki, uşaqların ürəyi partlayar, mən necə ayrılım? Ona görə suyu bəhanə elədi. Gəldi, dedi, balalar, su gətirib gəlirəm. O adla çıxdı xeymədən. Heç görüşmək fürsətləri olmadı ki. Ona görə hamı onu gözləyirdi. O biriləri gözləmirdilər. Amma deyirlər, indi əmim su gətirəcək, gözləyirdilər. Ümid yeri o idi. Amma birdən nə oldu? Birdən qardaş səsi gəldi xeymələrə. İlk dəfə idi dilinə qardaş sözü gətirirdi. Heç vaxt Hüseynə qardaş deməmişdi. Həmişə deyirdi, ağa, mövla. Niyə deyirlər, xanım Zəhra başının üstünə gəldi deyə cürət tapdı, dedi qardaş. Dedi, anam Zəhradırsa, qardaşım Hüseyin. İlk dəfə idi. Xanım Zəhra başı üstündə idi. İmam Hüseyin bu səsi eşidəndə bilir, kimin səsidir. Amma dedi, bacı Zeynəbə, dedi, bu kimin səsidir? Dedi, Əbəlfəzin səsi. Deyir, o məqamda əlini qoydu belinin üstünə. Dedi, əl-an inkəsərə zəhri. İndi Hüseynin beli sındı. Mən bilmirəm necə halla dayandı onun başının üstündə. Hər dəm gəlir fəqanə dilizarım ağlaram. Soldu xəzan-ı zülm ilə gülzarım ağlaram. Hər məclisi əzadə məni zar-ı binəva, ta var dilimdə qüvvət-i güftarım ağlaram. Bəzmi vüsalidə məni saldı fəraqət çərx, qaldı qiyam-ı məhşərə didarım ağlaram. Əhli və